Universitetin magistratura və doktorantura mərkəzində keçirilən sınaq imtahanı tələbələrin təlim müddətində əldə etdikləri nəzəri və praktiki bilikləri qiymətləndirmə məqsədi ilə təşkil edilib. Mən düşünürəm ki, bu aralıq sınaq imtahanı bizim yekunda verəcəyimiz imtahanda bizim üçün çox faydalı olacaq. Çünki biz burada həm sualların çətinlik dərəcələrini, həm necə suallar düşəcəyini görüb öyrəndik. Həmçinin suallar tam bizim təlimlərimizə uyğun olaraq çalınmışdı. Təlimlərdə isə bizə nəinki nəzəri, həmçinin praktiki tərəfdən də dəstək verildiyi üçün düşünürəm ki, çox yaxşı keçdi bu imtahan. Sonra memoranduma əsasən keçirilən təlimlər çərçivəsində növbəti görüş olub. Universitetin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı sınağın məqsədi və təlimlərin mahiyyəti barədə məlumat verib. Hesablama Palatasının səmərəlilik auditi şöbəsinin müdir müavini, layihələrin və proqramların auditi sektorunun müdiri Sənan Ağakişiyev tərəfindən səmərəlilik auditi mövzusunda təlim olub. Tələbələrə auditin mahiyyəti, istiqamətləri, əhatə dairəsi və əhəmiyyəti barədə məlumatlar verilib. Günədək ümumilikdə ona yaxın təlim verilmişdir. Təlimlərdə Hesablama Palatasının müxtəlif vəzifəli şəxsləri, müxtəlif aidiyyatı üzrə şöbə, bölmə, qurum təmsilçiləri iştirak etmişlər və tələbələrimiz düşünürük ki, bu təlimdən kifayət qədər faydalar əldə etmişlər və onların şəxsi potensial inkişafının artırılmasında, eyni zamanda əmək bazarının inteqrasiyası və gələcək inkişafı baxımından kifayət qədər mühüm və əlamətdar proses olmuşdur bu. Bu gün keçirilmiş aralıq sınaq imtahanlarında da tələbələrimiz ötən dövr ərzində əldə etdikləri bilikləri kifayət qədər yaxşı nümayiş etdirib, yəni qeyd edə bilmişlər və bundan sonraki fəaliyyətdə də tələbələrimizə uğurlar arzulayırıq. Düşünürük ki, bu təlimlər sonunda hər iki qurum üçün kifayət qədər mühüm və faydalı olacaqdır. Səmərəlilik auditi praktikası ümumiyyətlə Azərbaycan Respublikası Hesablama Palatasının təcrübəsində yeni bir praktikadır. Əsas demək bu yekun məqsəd ondan ibarətdir ki, belə tədbirlər vasitəsilə Hesablama Palatasının işçi potensialını gücləndirməkdir. Məqsəd bundan ibarətdir. Palatanın praktikasında bu artıq var və inanırıq ki, Naxçıvan Dövlət Universitetinin tələbələrindən və hazırki təlimlər nəticəsində təlim keçmiş Naxçıvan Dövlət Universitetinin tələbələri də Hesablama Palatasının institusional qabiliyyətlərinin inkişaf etdirilməsində, gücləndirilməsində rol oynayacaqlar. Qeyd edək ki, aprelin 21-dən Hesablama Palatası əməkdaşlarının universitetin tələbələri üçün müxtəlif mövzularda təlimləri davam edəcək. Nardanə Əliyeva, Musa Süleymanov, Akşin Məhərrəmov, NTV Xəbər.